Salam, xoş gördük əziz fermerlər. Hər birinizi salamlayırıq. Bizə bir izləyicimiz video göndərib və həmən videoda alınan yonca toxumunun kimdənsə alıblar. Təbii ki, həmən yonca toxumunun əkildikdən sonra tam başqa bir alaq otları çıxan bir bitkilər olub və bunu göndərib bunun nə ilə bağlı olduğunu bizdən məlumat almaq istəyir. Biz buradan həmən fermer vasitəsilə digər fermerlərimizə də indi həmən videonu təqdim eləyəcəyik. Baxıb izləyə bilərsiniz. Yoncanın əkilmə qaydası var. Yoncanın əkilmə qaydası oktyabr ayının sonlarına qədər yonca tam əkilib yekunlaşmalıdır aran zonalarında. Və ümumiyyətlə dağətəyi zonalarda isə bu biraz da 10 gündə tez əkilə bilər. Aran zonalarında nəzərə alsaq ki, havalar isti keçir. Bununla bağlı noyabrın 1-ci 10 günlüyünə qədər fermerlər əkib yekunlaşdırmalıdır ki, yoncanı bundan çıxış alsın. Növbəti proses isə yaz aylarında olur. Amma ən yaxşı yoncanın məhsul vermə qabiliyyəti payız aylarında əkilən yoncadır. Mən indi sizlərdən xahiş edirəm həmən videoya baxasınız və ondan sonrasında bizim sahələrdə yoncaların əkin qaydası, necə lazerdən istifadə olunur və əkin qaydası ilə bağlı videolar paylaşacağım. Gedib 15 manata yonca toxumu alıb, gətirib əymişəm. Görün nə çıxır. Yenə bir ki, yonca toxumu yerinə bunu veriblər mənə. Tərpət öndü nədir o da. Bu arada bu videonu bəyənib, paylaşmağı, komment yazmağı unutmayın ki, gənc fermerlərimiz də bu əkin qaydasını öyrənsinlər və ən azından az ziyana getsinlər. Çünki alırlar, tanımadığı indi bu dəqiqə yonca toxumu satan insanların sayı hədsiz çoxdur. Yəni hərə 1 hektar əkib, becərib, düzgün dərmanlama qaydasını aparmayıb, alaqdan təmizlənmə qaydasını aparmayıb və nəticədə insanlara sarmaşıq toxumu və digər alaq bitkiləri ilə qarışıq satırlar. Bu insanlar da nə edir? Yeri şumlayır, əziyyət çəkir, mayasını xərcləyir artıqlaması ilə. Nəticədə nə olur? Nəticədə məhsuldarlıq sıfıra düşür, alaq otları çıxır. İndi mən həmən videonu sizinlə paylaşacağım. Siz də baxıb izləyə bilərsiniz. Siz də zəmanətli və keyfiyyətli yonca toxumu almaq istəyirsinizsə, bizim səhifəmizdə görsənən əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.